Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasnan mayın 6-sında Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin də iştirak etdiyi tanışlıq zamanı qonağa mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan mərkəz Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib. Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-sında Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. 2008-ci il dekabrın 27-sində istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzinin ümumi sahəsi 7,5 min kvadrat metrdir. Burada 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, tədris otaqları və səs yazma studiyası mövcuddur. 3 mərtəbəli binanın forması Azərbaycanın qədim milli musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Qonağa Beynəlxalq Muğam Mərkəzinin foyesində nümayiş olunan ekspozisiyada yer alan milli musiqi alətləri barədə də məlumat verilib. Mədəniyyət ocağı ilə tanışlıqdan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan muğam sənətinin nadir nümunələri səsləndirilib. Milli musiqimizin zənginliyi və bədii estetik dəyərləri nümayiş etdirilib. Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.